Mənim qoluma vurdu ilk dəfə. Niyə icazə verdin? Ben, nə bilim, Yoxsa sən Bir bilirdin ki, o narkotikdən istifadə edir? bilirdim Bilirdin, amma hə? heç bir şey... Narkotikin nə olduğunu da bilirdin. Yox, ağrılarını da heç bir şeyini bilmirdim. Yəni pasiyanın əlindəydi, öz satırdı. Yəni tam görməmişdim də. Həm də 15 yaşında özümü oğlan kimi böyümüşdüm, uşaq kimi. Yəni tam bəlkələmirdim, bilmirdim yəni. Eləyim, eləyim, vurdu qoluma. Bir dəfə, iki dəfə, üç dəfə belə. Özü sənə dedi ki, gəl sən qolva iynə vurun. Qadın hazırda reabilitasiya mərkəzindədir. Narkotikdən əziyyət çəkir. Pis vərdişlərin qurbanıdır. Neçə yaşın var? 38 yaşım var. 38. Hardan gəlmisən? Yasamalı böyümüşəm. Atan, anan onu bəs? Atam da rəhmətə gedib, 11 yaşım var onda mənim. Anam da tədəyidə rəhmətə getdi. Bir il olar, maşın vurdu, maşın qəzasında. Ailə həyatı qurmusan da, dedin ki, uşaqlar var. Nə vaxt qurmusan ailə həyatı? 15 yaşım var. 15 yaşında kimlə? İstədiyin Mama gül vermişdi, qohum idi. Mama gül verdi ki, mənim qohumdur, həm də gəlib gəlib başsız qalmasın deyə. Ona görə tez verdilər. Yəni sən sevməyib ailə həyatı qurmusan da? Bəli, Sənin 15 yaşın var idi, və o adamın neçə yaşı var idi? 5 yaş fərqimiz var. Necə dedilər ki, hə, bəssalam, səni verirəm falan oğlana? Əmin həvəsi yox, onlardan da qaynanam sizə başını gəlib gelirdi, nənəm gilə tanıyırdı da. Yəni belə götürüb apardılar. Bir dəfə apardı, 2 paltar alırıq, belə elə. Bir dəfə apardı, sonra da qaçırtdılar. Sənin o həyat yoldaşı narkotik istifadəçisi idi. Necə bildin onu? Yəni o da sonradan olmuşdu da, yəni ailə quranda eləmirdi o. Aha. Sonradan narkotik qəbul edirdi. Mama göndərdi mənim üçün, yəni dolanmağımıza görə bu xərcləyirdi, yəni narkotikə. Onda mama görə Türkiyəyə gəlib gəlirdi, yəni imkan var idi. Aha. Hər dəfə göndərdi, pulu dağıdırdı narkotikə da. Mən də danışırdım da, yəni elə mən şərait quraq. Sonra sənə necə təklif elədi? Mənim qoluma vurdu ilk dəfə. Niyə icazə verdin? Ben, nə bilim, Yoxsa sən bilirdin ki, o narkotikdən istifadə edir? bilirdim amma hə? heç bir şey... Narkotikin nə olduğunu da bilirdin. Yox, ağrılarını da heç bir şeyini bilmirdim. Yəni pasiyanın əlindəydi, öz satırdı. Yəni tam görməmişdim də. Həm də 15 yaşında özümü oğlan kimi böyümüşdüm, uşaq kimi. Yəni tam bəlkələmirdim, bilmirdim yəni. Eləyim, vurdu qoluma. Bir dəfə, iki dəfə, üç dəfə belə. Özü sənə dedi ki, gəl sən qolva iynə vurun. Uşağın var idi onda? Yox, bir il keçdi də bir. Aha. Bu Hədə elə- 16 yaşın oldu Hədə da bir 16 ildən sonra. yaşım Aha. Sən görürdün ki, o narkotikdən istifadə eləyir, iynə vururdu da onda, hə? İynə vurur, istifadə eləyir və bilirdin də bu nədir. Demirdin ki, ona eləmə. Deyirdim, o qədər deyirdim ki, hətta bezirdim. Ona görə deyirdim ki, bu nədir əl çəkmirsən. Aha. Elə sən də Bəs elə özün bilərsən. biləndə ki, pisdir, niyə qəbul elədin ki, vursun sənə iynəni? Onda hələ bilmirdim də tam bunun ağrısı nədir, hasta olacaqsan, nə bilim belə ağrılarını. O tutulandan sonra bu vurdu, istifadə edirdim mən, amma ağrısını görməmişdim. Deyinirdim də hər şey, mama pul göndərdi, dedim xərcləmə, elə. Bu da istəyirdi danışmayayım da. Qoymurdum xərcləməyə, narkotiksə qalmağa. Yəni, bu da elə ki, mən də eyni adam olaq da, yəni ki, anam göndərdi, xərcləyim rahatca. Elə tuturdu mənə də. İlk dəfə nə dedi? İlk dəfə ki, gəl bunu qoluna görərsən nədir. Birinci iynədən başlamısan onda sən? Vay. Yəni aydın oldu tamaşaçılara. Yəni bunun deyinməklərinə görə özü deyir ki, mən onu bezdirməyim deyə. Dedi gəl səni də iynədən vurum. Yəni eyni olaq da, eyni olaq, deyinmə və istifadə eləyək. Qəşəng də qızdır özdə, yaxşı qızdır, sakit, fağır qızdır. Mən heç onun pisliğini istəməmişdim, mən yaxşı olmağımızı istəyirdim. Can, mən səni elə yaxşı başa düşürəm, ağlama. Yəni 15 yaşında uşaq sayılır da, elə 16 yaşında da uşaq sayılır. Heç bilmirmiş də bunun axırı hara gedib çıxa bilər.
Bir dəfə vurdu, sonra 2 dəfə, 3 dəfə belə davam eləməyə başladı. Başladı. Gözləyəndə mənə verirdi. Aman. Tutuldum. Mama ki başladı məndə ağrılar. Heç kim bilmirdi də. Aparımda mama gerək kimi dedilər, bəs narkomandı. Anam ağladı, başına vurdu ki. Bəs anangil nə vaxt bildi səni? O ondan sonra mənə banis yapardılar. Həkimə. Ağrılarım olurdu. Nədən olurdu ağrılar? Onu da bildilər. Anam ağladı, başına vurdu ki, necə ola bilərsən narkoma. Sonra danışdım belə. Bəs uşaqların, neçə uşağın var? 3 uşağım var. 3 uşaq. Bu istifadə elədiyin dövrlərdə dünyaya gəlib bu uşaqlar. Bəli. Nə danışırsan? Və hamilə olanda da istifadə eləyirdin onda? Eləmişəm mən. Aman Allah, necə ona eləyirdin hamilə ola? Bəs sağlam uşaqlar? Üçü də. Üçü də sağlamdır, Allah şükür. Ya hamilə ola Eləmişəm, birində dayanmışam. Yəni 9 il dayanmışam. Tam narkotik yox, dərmanlardan istifadə eləmişəm. Çünki uşaqlar olanda süd verməyəndə ağlayırdılar. Bax əzim, dayandırmısan da deyirsən bir müddət, düzdür. Təzə niyə başladın dayandırandan sonra? Təzədən yəni bayırda qaldım, travmalar, ola bilmirəm. Ona görə tutulub yoldaşın. Bəli. İndi də həbsdədir. Yox, çıxıb. Çıxıb. Hanı? Heç bir dəfə də olsun maraqlanmır. Hanı indi o? Kənddədir. Nömrəsini falan bilirsən? Yox, heç maşın neçə illər görmür. Görmək istəyirsən? Yox. Uşaqlara nə? Uşaqları mən göndərdim. Oğlum nifrət edirdi vəbşə ona. Qızım 13 yaşında olana kimi mən böyütdüm. Sonra baldızlarım dedi, bir dəfə görmək istəyirik. Bir dəfə ilə apardılar. Bildilər mən belə vəziyyətdə gedə bilməyəcəm də. Onunla elə ayrıldıq. Neçə yaşı var uşaqların? Oğlum əsgərdən təzə gəlir. Aman Allah, bəs o birisilər? Nərminin var 15 yaşı, Zəhranın da ki 10 yaşı olar. O iki qız hardadır indi? İkisi kənddədir, Zəhra uşaq evindədir, Kəmalə xanım uşaq evində. Kəmal Xamağzadə onun yanındadır. Onu sən aparıb qoymusan ora? Yox, bizim yasamalda qonşularımız var. Bu vəziyyətdə, sənin bu vəziyyətinə uşağın özü, qız uşağının sənin yanında qalmağı yaxşı bir məsələ deyil. Elə Kəmalə Azadənin yanında qalması milyon dəfə bundan yaxşıdır. Görmək istəyirsən qızını? Görüşdürüm səni qızınla. Çox istəyirəm. O birisi qızın bəs? Hamısını. Aman Allah. Sən hər şey düz danışmısan? Bəli. Həqiqətən də yoldaşın səni. Bəli. Mən nə tutuldu, mən səhv, yəni, əgər hamı baxırsa, özü də baxırsa, səhv nə Bax, əgər buradan səni görsə, o adama nə demək istəyərsən? Nə o demək istəyirəm ki, adam çox istədiyin insan belə vəziyyətə qoymaz. Çox sən O çox istədiyini deyirdi deyir. Sən deyir, səni çox istəyirəm. Bəs adam həqiqətən də çox istədiyi adamı bu hala salar. Ya özün düşmüsən zibilin içinə. Yəni adam da həyat yoldaşını, qadınını bu zülmə salar. Bəsdir ində day. Yəni verişin təfərrüatı bundan ibarət əzizəm. Deyir, erkən nigah elə qurdum. Yoldaşım pis vərdişlərlə məşğul idi. Məni də öyrətdi. Mən bilirsən, sən də harda günah görürəm. Deyirsən, bir müddət var idi ki, eləmirdim. Sonra uşaqlara görə, sonra yenə də elədim. Onda eləməməli idin də sən. Xanım indi Sağlam Addım Reabilitasiya Mərkəzində müalicə alır. Necə olub bəs gəldin bura? Sağ olsun, bir oğlan vardı. O necə tapdı səni? O bizim məhəllədə görürdüm pasiyanı da, arada bir pasiyanı deyəndə. Məhəllədə onun yoldaşları var, dostları deyirdilər, apararaq gedərsən. Deyirdim, mən mümkün olsa gedərəm də. Birdən baxdı, dedilər ki, bəs aparırıq səni. Mən də orada balaca putkada qalırdım. Həmin gündə oradan çıxarırdılar da mən. Həmin gün gəldi, çıxdı gördüm. Gətirdi. Sən canlı oğlan qutarıb da, belə başa düşdüm mən. Ayda bu qadına mən kömək eləmək istəyirəm, bilmirəm necə eləyim. Mən sənə kömək eləyə bilərəm. Hə? Uşaqlar, o rayondakı qızını bilmirəm, buradakı qızınla Kəmalə xanımın yanında olan qızınla, uşaqlarla görüşmək sən çalışdın. Çünki onu da bilməm, çox darıxır, çox.
Nə bilim, başqa cür olmuş. Yoldaşını tapım sənin üçün. Yox, istəmirəm. İstəmirsən yoldaşını. Heç maraqlanmır uşaqlarla səndən. Heç maraqlanmır. Amma deyirsən o birisi qız, deyirsən qızlardan biri də uşaqlarından. Baldızımın yanındadır kənddə. Amma nə olsa uşaqlar oradadır, qoyur orada onlara eşitdiyimə görə gedir Sumqayıta özü. Kimdənsə qalır, hansısa bir qadından deyirlər qalır, kimdənsə qalır. Hal-hazırda bacı qardaş tək qalırlar orada. Nənələri sağ olanda qaynanam mənə qarşı da yaxşı idi. O rəhmətə gedəndən sonra qaldılar başlı-başına. İnanırsın o qədər qarışıq mövzudur ki, mövzunu harda bitirim onu bilmirəm. Amma mən Kəmalə Ağzadəyə buradan təşəkkür etmək istəyirəm. Çox sağ olun hər şey üçün Kəmalə xanım. Görürük də onun sığınacaqda, himayəsi altında nə qədər uşaqlar var. Var olasınız, həqiqətən çox sağ olun. Sizdən xahiş edirəm bu ananı bir dəfə heç olmasa o qızla görüşdürək. Əgər mümkünsə Kəmalə xanım. Çox sağ olun hər şeyə görə. Təşəkkür edirəm, xahiş edirəm. Yəni baxmışam təkliklərə, çox sevinirəm də sizin himayənizin altındadır. Mən xahiş edirəm, imkan olsa bir dəfə də olsun görsün. Yəni yaxşıyam. Tam da yaxşı olum, ondan sonra da istəyirəm görsün. Kəmalə xanım belə demişdi ki, yaxşı olsun, ondan sonra görüşdürəm. Hə, o yaxşı o görüşdürəcək. Baxın, bir qadının taleyi nifrət eləyirəm o kişilərə ki, bacısı ilə narkotik istifadə eləyir, həyat yoldaşı ilə narkotikdən istifadə eləyir. Bədbəxt günə qoymayın onları. Özünüzü olsa bədbəxt günə qoymusunuz. Bəsdirin də, qutarın da bu işlərinizi də. Ayıbdır. Dünyanın ən iyrənc hərəkətidir. Öz yoldaşının damarına iynə vurasan və yaxud da bacının damarına iynə vurasan. Ən iyrənc hərəkətidir. Və bir qadın taleyib belə məhv olub. Yəni valideynlərində də günah olub. Deyir 15 yaşında məni ərə veriblər. Sən psixoloji problemlərin var? Narahatlıqların var? Biraz pozulub, hə. Ondan pozulub? Hə. Ondan, anam rəhmətə gedəndən sonra pozulub. Yəni qəbul edə bilmirəm də onun olmamağını. Bu qızı uçurumdan xilas eləyən, baxın, bu oğlan olub. Mən özümdə haçansa onun yerində olmuşam bir şeylərdə. Və mən bilirəm ki, nə dərəcədə ağırdır. Yəni, əlimdən gələni eləyirəm də. Çox sağ olun.